Esselamu aleyke ya Əbə Abdəllahil Hüseyn aleyhisselam. Hər vaxtınız xeyir olsun, hörmətli Vilayət TV izləyiciləri. Bir daha sizləri Mərifət Çeşməsi verilişindən salamlayırıq. Və yenə də ağamız İmam Hüseyn aleyhisselamın hüzünlü, kədərli, şəhadət günləri ilə bağlı və ağamızın körpə balası 3 yaşlı qızı xanım Rüqəyyə salamullahi əleyhanın da şəhadəti ilə bağlı başda Mövlamız İmam Zaman əleyhissalam olmaqla əziz rəhbərimizə, böyük alim müctəhidlərimizə və sonda isə siz əziz müsəlman bacı qardaşlarımıza başsağlığı veririk. Allah Teala bu dünyada o müqəddəs, dəyərli insanların ziyarətindən, ahirətdə isə şəfaətindən bizləri binəsib etməsin inşallah. Hörmətli izləyicilər, yadınızdadırsa, ötən verilişlərimizin birində dəyərli ustadımız, rəhbərimizin Qurana aid olan düşüncələr haqqında danışdıq və keçən həftə Bəqərə surəsinin təfsirinə ustadımız başladı ki, dəyərli rəhbərimizin nəzərində inşallah bu gündə ilə Allahın lütfü inayəti ilə mövzumuza qaldığımız yerdən davam edəcək. Mən qısa bir hədisi Həzrəti Rəsul-i Əkrəm Salavatullahdan qeyd edim ki, Peyğəmbər buyurur ki, Fəzlul Qur'ani alə sairil kələm kəfəzlilləhi alə xalqih. Qur'anın digər kəlamlara olan üstünlüyü, fəziləti eyni ilə Allahın öz məxluqatına olan üstünlüyü kimidir. Yəni, necə ki, Allah Teala öz məxluqatından, yaratdıqlarından üstündür, yəni müqayisə belə oluna bilməz Allahla heç bir şey, ləysə kəmislihi şey və eyni ilə Allahın kəlamı da, Allahın sözü də digər bəşəriyyətin sözlərindən, kəlamından üstündür. Yəni, heç bir kəlam Allahın kəlamı ilə müqayisə oluna bilməz, ona çata bilməz. Allahın veri izzət-i cəlalına xatir bizləri Qur'anı oxuyub, ona əməl edən bəndələrindən qərar versin inşallah. Bəli, hörmətli izləyicilər, bir daha diqqətinizə çatdırıram ki, suallarınızı və təkliflərinizi bizi izlədiyiniz platformalardan və ekranda gördüyünüz WhatsApp nömrəsindən ünvanlaya bilərsiniz. Studiyamızın bugünkü çox dəyərli, hörmətli qonağı Cənab Höccətül İslam Muhammed Baqir Sayvərdir. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu hüzünlü, kədərli günlə əlaqədar sizə də başsağlığı veririk. Əleykumussalam və rəhmətullah. Mən də əziz tamaşaçılara, siz hörmətli cənaba salam ərz edirəm. Əleykumsalam və rəhmətullah. Ustad, ötən həftə ki, başladıq Bəqərə surəsinin təfsirinə, gözəl nöqtələri, dəyərli məqamları danışdınız, qeyd etdiniz. İstərdik ki, bu gün də elə o qaldığımız yerdən mətləbi qeyd edəsin inşallah. Zalikəl kitab la reybə fih hudən lil muttəqin. Şəhid rəhbərimiz Quddəsə sirruh Bəqərə surəsinin təfsirində bu hissədə əvvəl hidayət sözünü izah eləyirəm. Bəzən biz Qur'andan o ki gözləyirik, o deyil ki, Qur'an onun üçün nazil olubdur. Qur'an nazil olmayıbdır ixtira üçün. Yəni, gəlsin, mikrob ixtira eləsin, mikrobun, məsələn, o dərmanın ixtira eləsin. Tibbi məsələlər. Tibbi məsələ, fiziki məsələlər üçün, kimyəvi məsələlər üçün. Bəzən insan o ki, Qur'anla üzbəyiz olur, gözləyir, fərq edir o ki, Allah-u Teala Qur'anı nə üçün göndəribdir. Elə bir insan xörək istəyir, amma gedibdir, su krantından istəyir, xörək. Oradan xörək gəlsin. O su krantıdır, su içərlər orada. Xörək yemək. Məqsədim budur ki, su da bəşərə lazımdır, amma mən gözlədiyim ayrı bir zatdır.
Kur'an özünü hidayət kitabı sayır. İnsana hidayət. Bəli. Bəşər teknologiyada inkişaf edibdir. İndi 6 aylıq yolları, 1 illik yolları çox asan saatlarda, 1 saatda, 3 saatda, 4 saatda gedir. Bəli. Samolyot bəşər düzəldibdir, rahat edə bilir, səfər eləsin. Düz. Öz evində rahat cihazlar düzəldibdir, edə bilir, yaşayışın bu cəhətlərində rahat olsun. Bəli. Amma aya bəşərin tamamı müşkülatı bunlardır. Yəni insanın müşkülə həll oldu. İnsanların ədalətsizliyini aya elm həll eləyə bilər. Hər hansı bir texnologiya həll edə bilər. İnsanlar ədalətsizdirlər. Düz. Bu ona zülm eləyir. Bu təbəqə o birisi təbəqəyə zülm eləyir. Erq vardı. Bəli, Bir ölkədə qırmızılar, ağlar, bu cür fərqlənmə, təbəqələşmə sistem hakimdir. Bunu elmi. Hətta bu cür şeylər o yerlərdə də vardı ki, teknologiya yuxarıdadır. Bəli. Bəşərin ayrı bir zülmətləri var. O zülmətlər fərq eləyir o modeli samolyotla, o modeli maşınla. Bəli. Bəşər indi aclıq müşkülü vardı. Bir sıra insanlar aclıqda çətinlikləri var. Bəzilər istismar edirlər, hər nəyi özlərinə bilirlər. Bir sıra insanlar da yoxsul, aclıq müşkülü var. Fəqirlikdə yaşayırlar. Bəli. Bəşərin duyğusuzluq müşkülü vardı. Görürsən, quru bir həyat yaşayırlar ailənin içində. Qonşuların içində, məhəllənin içində bir həyat, məhəllədə qonşu qonşunu tanımır heç. Düz. Duyğusuzluq həyat. Bəli. Bəli. O səfa qardaşlığı ki olmalıdır, bəzən yoxdur. Bunlar bəşərə bir sıra müşkillərdir. Bəşər özündə tənhalıq hiss edir, təhliq hiss edir, Dəqiq. Düz. puçluq, boşluq hiss edir. Nəyə yaşayım? Nihilisti baxışlar. Ki, mən əsən niyə gəlmişəm bu aləmə? Nə üçün qalmalıyam? Düz. Bunları heç nə təcrübə və teknologiya ilə həll eləmə olmaz. Bəli. Dəqiq. Bu qaranlıqlar hidayətə ehtiyacı vardır. Ki, bəşər öz rolunu bilsin, bəşər öz şəhvətlərini kontrol eləsin, bəşər öz istəklərini başqalarına nisbət kontrol eləsin, zülmə əvəzini ədalətə qeyssin, quruluq və hissisizlik, duyğusuzluq əvəzinə insan duyğularına qeyssin, insan çətinliklərində, başqa insanların yoxsulluğunda, dərmansızlığında, təkliğində, ayrı problemlərində, özündə bir insaniyyət damarı hiss olunsun. Bəli. Bəli. Bunlar heç biri bu insaniyyət damarını heç teknologiya ilə gətirmə olmaz. Bəli. Dəqiq. Oyatma olmaz. Məgər bir sıra dünya görüşü verəsən, insanın məqsədini biləsinə başa salasan, aləmin, davranışın, aləmdə gedişatın, xaliqin məqsədini bu aləmdə, xilqətdə başa salasan. Bu şeylər adına qoyuruq hidayət. Ki, bəşərin əlindən tutur, bəşəri nur yaşamağa, teknoloji yaşamaq, yəni rahatlıq. Bəli. Amma rahatlıq keyfiyyətsiz də ola bilər. Düz. O mənəvi damarı olmasa keyfiyyətsiz rahatlıqdır. Bir ailə hər nə rahatdır. Heç biri bir-birinə nə məhəbbətləri var, nə duyğuları var. Elə saat kimin işləyirlər. Bəli, bəli. Quru-quru təbəssüm, quru-quru. Gedir biri işə, ayrı idarəyə, o bizdə başqa müəssisəyə gəlirlər axşam, xorək yeyirlər, baham oturublar, amma bir-birlərinə heç nə məhəbbətləri yoxdur, hissiyyatları yoxdur.
Bu duyğusuzluq, bu məhəbbətsizlik, bəzən hələ ailəni qoy kənara, insan tək özü həyatında. İnsan qalıb dünyaya yaşayır. Düz. Nədir, nə hədəf nədir, məqsəd? Mən nəyə yaşamalıyam? Bəli. Bəzən də çətinliyə düşəndə ya pis. Deyir, mən necə bu çətinlikləri qəbul eləyəm? İnsan başqalarına nisbət ayrı ölkələrdə, ayrı yerlərdə, ayrı hətta öz ölkəsində, ayrı məhəllədə, ayrı şəhərdə bir çətinlik gəlir. Bunda o fədakarlıq hissi hardan oyanmalıdır? Teknologiya insana fədakarlıq hissi verər. Xeyr. Teknologiya insana sədaqət verər. Teknologiya insana vəfadarlıq verər. Xeyr. Bu cür şeylər verməz. İnsanın həyatını rahatladar. Amma insanın fəqət problemi rahat yaşamaq deyil. Bəli, bəli, dəqiq. Bu zülmətlər, bu çətinliklərə bir ehtiyac var hidayət oluna insan. Bəli, İnsanı yola salalar, düz. yolunu göstərələr, məqsədini göstərələr, yolda əlindən yapşalar, kömək eləyələr biləsinə bu yolda. Düz. Allah-u Teala buyurur, mən Quranı bu məqsəd üçün nazilləmişəm. Hudən, hidayət üçündür. Bəli. Quran dərslik kitabı deyil ki, sizə teknologiya dərsi versin. Coğrafiya, məsələn, coğrafiya, fizika. o birisi elmlər. Yox, onlar da onları insan araşdırmalıdır, təhqiqat eləməlidir və mən insanda bu ağlı vermişəm, insanda bu araşdırma hissi vermişəm və bunlarla eləyə bilər insan onlara yetişsin. Mənim rolum din olaraq, səmavi kitab olaraq o deyil. Bəli. Burada bir suala da istəyirəm cavab vereyim. Bəzən görsən bir insanlar dinin rolunu başa düşmürlər. Deyirlər, din mənim həyatımda nə faydası var? Bəziləri də maniyə bilirlər hətta. Din mənim həyatıma məna verir. Sağlam dinlə söhbət gedir. Hər sağlam bir əşyanın, sağlam bir əqidənin kənarında sünni bir zət dolar. Bəli. Ki, o sağlamlığından su-istifadə edəyələr. Bəli, İndi bəli. bir nəfər paltar satır, paltar bir sıra cins, ali cinsili paltar, Keyfiyyətli cinsi, keyfiyyətli görsən, Kopya o edə adı ilə bilərlər. satır, o cür deyil. O ayrı bir söhbətdir. Keyfiyyəti fərq edir. Əsli o paltarın ali keyfiyyətindən mən söhbət edirəm. Zahir oxşarlığı yox. Zahir oxşarlığı yox. Dinin səmavi Allah tərəfindən gəlməyi. Bəli. Nə üçün gəlib? İndi sonra bəşər bunu öz xeyrinə bəzən təhrif edibdir, bəşər bunu bəşəriləşdiribdir. Ondan söhbət eləmirəm. Allah-u Teala ki, bəşərə səmavi kitab göndəribdir, peyğəmbər göndəribdir, bu xatirəci bəşərə hidayət eləsin. Əlindən yapışsın. Düz. O zülmətlər içi, qaranlıqlar içi dedim bəşərdə, onlarda nur olsun, işıq olsun. Zülmətdən nura getsin. Nura getsin. O nur içi heç nə onu əvəz eləməz. Teknologiya da əvəz eləməz, elmi də əvəz eləməz, özünün təcrübəsi də əvəz eləməz. Və ona görə Quran buyurur ki, hudən. Bu hidayətdir insana və şəhid rəhbərimiz bu məsələni bir cür başlayır, söhbət edir. Bəşərin ehtiyacı var hidayət. Sual vermək istədim, icazə versəydiniz burada. Sizin qeyd etdiyiniz bu məsələdən biz belə bir çıxarış eləyə bilərikmi ki, yəni insanın bəzi ehtiyacları texnologiyalar vasitəsilə aradan qalxır, yəni o problemlər həll olunur. O da baxırsan ki, bir çoxu qayıdır insanın fiziki, bu maddi bədəninə. Amma sizin qeyd etdiyiniz məsələdən də bu çıxarış edə bilərikmi ki, insanın burada iki cəhətdən, iki varlığı olduğunu, bir cismi, bir ruhi o məsələdən ibarət olduğunu biz ələ gətirə bilərikmi ki, sizin qeyd etdiyiniz bu digər məsələ ruhi məsələlərə, mənəvi məsələlərə qadir ki, o da Quranın vasitəsilə həll ola bilər. Baxın, insan elə qədim zamandan bu fitrət edəndir. Qədim zamandan bu nəfs edəndir. Bəli. Fitrət, nəfs, vicdan, bunlar köhnəlməz. Düz. Bunlar, belə deyək ki, teknologiya gəlsə, insanın nəfsi gedər kənara. Daha insan teknologiyası olsa, zülm eləməz. Teknologiyası olsa, başqasının haqqını yeməz. Biraz da mümkündür, əgər özünü tərbiyə eləməsə, neçə qət zülm eləyər. Daha da artırar.
O bir şairin bir şeiri var. Deyir, oğru gecə qaranlıqda çıraqsız gəlsə, tapanmaz nə mənə uğurlasın. Amma çün çırağla gəlir, işıqla gəlir, seçər aparar. Bəli, daha çox aparar, Daha dəyərli, əşyalara qiymətli ehtiyat, əşyanı aparar. bəli. Və əgər texnologiya mənəviyyətin xidmətində olmasa o olar. Bəli. Düz. Çevrilər olar bomba. Minlərlə Çevrilər insan olar var. bəşərin təxribat amili. Bəli, bəli. Amma texnologiya mənəviyyətlə bir yerdə olsa, insan xidmətində olar. Düz, dəqiq məsələdir. Ona görə bu Quran buyurur, mən insanın bu ikinci hissəsini. Bir kitab da var, istəyirəm təqdim edeyim əziz tamaşaçılara. Bəli, buyurun. Oxusalar yaxşıdır. İnsan və İman. Kitabın adıdır. Bəli. Şəhid Mutəhhəri rəhmətullah aleyhin kitabıdır. İnsan və İman ilahi dünya görüşü silsiləsindən birinci cildidir. İnsan və İman. Orada elmlə imanın fərqini. İkisi də bəşərə lazımdır ha. Bəli, bəli. Amma heç vaxt elm o texnologiya iman və mənəviyyət əvəz edəməz. Dəqiq. İman və mənəviyyət də elm o texnologiya əvəz edəməz. Hərəsinin öz yeri var. Hərəsinin öz yeri var. Bəli. Hərəsi bəşərin rahatçılığında və məna vermağında. Biri rahatçılığında əbzar olur, Bəli, insanlara vasitə olur, Bəli. insanların yaşayışını rahatladır. Bir də insanların yaşayışına keyfiyyət verir, məna verir. İnsana həqiqi insanlıq Bəli, qiyafəsi. biri iskeletdir, biri qandır. İnsanın mümkündür iskeleti insan ola. Bəli. Amma qan əgər damarlarında olmasa, o insan nəfəs çəkməsi, ruh olmazsa. Din ruhdur insana. İnsanın əsli, həqiqəti belə. Bu bir məsələ ki, ərz elədim. Sonra davamında buyurur ki, Hudən lil muttəqin. Bu kitab hidayətdir. Bəs ilk nöqtə bu oldu ki, Qur'anın əsli, o funksiyası, əsli işi bəşərin hidayətidir. İşi bu deyil ki, bəşərə ixtiraat versin. İşi bu deyil ki, bəşərə kəşfiyyat versin. Düzdür, Quranda bəzi elmi möcüzələr də var. Amma onlar elmi möcüzələr bəşərin hidayəti istiqamətindədir. Bəli, bəli. Məsələn, istəyir bəşər Allahın hikmətindən tanış olsun. Bəşər Bəli. aləmin nəzm-intizamından başa düşsün. Onları misal olaraq vurubdur. Amma onlar əsli məqsəd deyil. Aha, yəni texnologiya bu kimi şeylər deyil. Məqsəd qeyd etdiyiniz kimi bu da insanın hidayəti üçün. Hidayət üçün misal olaraqdır. Bəli, Nəinki bəli. oradan istəyir elmi Hansısa bir məsələni bəhs Bəli. edir. Aha. Bu da bir nüqtə. Sonra buyurur Hudən lil muttəqin. Bu Quran hidayət kitabıdır. Amma hidayət ham olar. Deyir yox. Hidayətin olmağına bir şərti var. O da təqvadır. Hidayətdir təqvalılar üçün. İndi gərək təqvanı mənə eləyək, görək nədir? Təqvanın iki bölməsi var bu kitabda. Şəhid rəhbərimiz buyurur. Təqvanın bir mənfi təqva var, bir müsbət. Bir, insan özünü qorumalıdır. Çünki bu aləmdə hər yolundan hər məqsədə çatmaq olmaz. Bəli. Aləm səbəb-nəticə aləmidir. İnsan belə deyir ki, hər nə yesə xörək ola. Zəhər yesə də xörək deyə biləsin. Torpaq yesə xörək deyil. Hər nə özünə uyğun xasiyyəti var. Ona görə insan gərək bu aləmdə diqqətli yaşaya. Muraqibət eləyə, özünü qoruya. İki cür özünü qorumaq var. Bir insan özünü hadisələrdən uzaq saxlaya. Özünü qoruya. Məsələn, bu xatirə ki, cəmaatı incitməyə, sən insanlarla görüşməyə. Heç insanla gedib tək yaşaya, ta insanlar dilindən narahat olmasınlar. Bu xatirə ki, məsələn, yalan danışmaya, qeybət eləməyə, bohtan deməyə, ağzını bağlaya. Ağzına bir, məsələn, bir qiley vura, açılmaya, ta qeybət eləməyə, töhmət də vurmaya. Bu xatirə ki, məsələn, günah eləməyə gözün yumaq kollən.
Tam gözün yuma. Açmaya gözün ta günah da olmaz. Bəli. Təbiətən olmaz da. Düz. Hadisələrə girməyə özünü saxlaya. Bu bir növ təqvadır. Bu da özünü saxlamaqdır. Amma hadisələrə girməməni. Düz. Bir təqva da var, hadisələrin içində insan özünü saxlayır. Aha. O vəziyyətdə qərar tapıb özünü saxlayasın. İnsan özünü günah vəziyyətinə salmıyor, amma insan həyatda müxtəlif hadisələrlə üzbəyiz Cəmiyyətin gələcəkdir. içində qaynayıb qarışsan istərsiniz. Cəmiyyətin içində hər halda insan qəzəblənə bilər, Bəli. dilini kontrol etməlidir. Düz. İnsan bir hadisədə gözünü kontrol etməlidir. Bir hadisədə davranışını kontrol Bəli. etməlidir. Bu kontrol hərəkətdə. İki növ təqva var. Bir kontrol dayanmaqda, Aha. bir kontrol hərəkətdə. Buyurur, o təqva ki, Quran buyurur, kontrol hərəkətdədir, nə kontrol təqvada. Kontrol dayanmaqdır. Bu gözəl bir nöqtədir. Şəhid rəhbərimiz burada təqvanın əsli mahiyyətini izah eləyəndə buna işarə edir. Ona görə insan ki, vəhy istəyir, təqvalı olsun, demir get kənara. Deyir, qal meydanın içində, amma özünü qoru. Düz. Qulağın açıq olsun, gözün diqqətli olsun, Bəli. diqqətinlə yaşa. Yəni, qəflətlə yaşama, Bəli. ayıq yaşa. Agah olasan. Təqva bir o ayıqlıqdır insan ətrafına ki, zərər vurmaya, zərərə düşməyə. Bəli. İnsan bəzən ətrafına heç ayıqlığı yoxdur. Piyandır, yeriyir. Mümkündür, ayağı sürüşdü, dəriyə düşdü. Bəli. Bir tikana dəydi, yıxıldı. Ağzı gözü dağıldı. Bu piyan yaşamaqdır, Bəli, bəli. diqqətsizlik yaşamaqdır, qəflət yaşamaqdır. Bir də budur ki, yox, insan ayıqlıqla gedir, eyni halda hərəkət edir, addım atır. Agahcasına, bəli. Bu dərədi onun qırağından geçir, Bəli. o tikandı ona ayağını qoyur. Bu forma deyirlər təqvalı hərəkət. Aha. Düz. Yaxşı. İndi qeydaq, bəs təqvanın əsli məsələsi bu oldu. Ustad, üzr istəyirəm. Bu dediyiniz məsələyə belə bir misal da çəkmək olarmı ki, məsələn, fərz eləyək bir insanı sarırlar bir dörd divara, bu illərlə qalır orada və bu deyir ki, mən naməhrəmə baxmıram, ya oğurluq eləmirəm. Çünki sənin onsuz da orada baxmağa nə şəraitin var, nə bir şey. Əlində fürsətin yoxdur. Bir də var, insan yəni cəmiyyətin içində ola, yəni cəmiyyətlə qaynaya qarışa, oğurluq eləməyə, naməhrəmdən gözünü çəkə. Yəni dediyiniz misallara bu iki dənə məsələ çəkmək olarmı? Bəli, insan hadisələrdə tanınır. İnsan nə sözü ilə, nə hətta əməli ilə, hadisələrdə mövzi tutmaqla. Aha, orada bilinər. Hadisələrdə mövzi tutmaq üçün orada insan becərilər, orada insan yetişər, orada insan özünün içəri hissiyyatı üzə çıxar. İstedadları bir növ Bəli. inkişaf edir. İnkişaf edir və dirçəlir. Yaxşı, bu təqvanın iki bölməsi. Sonra bir ibtidai təqva var. Fitrət təqvasıdır. Baxın, bir təqva yuxarılardadır. Təqvanın dərəcələri var. Bəli. Hələ o müsbət təqva ki, dedik, təqva hərəkətinə, Bəli. ibtidai mənim yaşayışımda mən həqiqət axtaranam ya yox. Elə buradan başlayaq. Hələ mən nə dinim var, nə məktəbim var, nə inancım var. İstəyirəm din axtaram, həqiqət axtaram, məktəbim ola, düşüncəm ola, imanım ola, əqidəm ola. Əgər mən inadkar olsam, mən heç nəyə yetişmərəm. Əgər diqqətsiz olsam, təqvalı olmayam, onda da heç nəyə yetişmərəm. Təqvanın burada iki dənə xasiyyət olmalıdır mənə. Bəli. Bir budur ki, mən axtarışda olam. Ki, haqqı nədir götürəm? Həqiqət tələb olam. Bəli. Nə marağımadır, nə istəyimədir, nə şəhvətimlə uyğundur, nə istəyimlə uyğundur, cüz yox. Bir bu. Bir də diqqətli olam, axtaram. Ayıq olam. Ayıq
və həqiqət axtaran. Bəli. Ayıq nə üçündür? Ayıq bu xatirə ki, insan qəflətlə geçsə, nə həqiqət, nə batil, bunun vecinə dəyməz. O ki, piyandır, qəflətdədir, yol olmayan quyu, yol fərqi yoxdur biləsin nəsə. Böyle gedir də, oyaq deyil. Bəli. Oyaq ola bir, haqq axtarmaq üzərində oyaq ola. İnsan mümkündür, inatkardır. Haqqı dərk eləsə də qəbul eləməz. Yatmayıbdır. Amma bu cür oyaqdır. Özünü vura yatmağa. Bəli, bəli. O lap bədbəxtdir. O bədbəxtdir. Bir bu ki, insan yatıb, bu bir modeldir. Bir də bu ki, insan vurub özünü yatmağa. Bu da ikinci modeldir. Təqva üçüncüdür. Oyaq ola, özündə yatmağa vurmaya. Yəni, oyaq ola və həqiqət axtaran ola. İnatkarlıq eləməyə. İnat hissi olmaya biləsin. Haqqa təslim ola. Görsə bizzət haqqı qəbul edir. Baxın, bəzən insan təbliğat əsərində görsən acığı gəlir dindən. Məsəldə. Amma insafı var içəridə. Oturur bir dini mübahisədə, mübahisə eləyirlər. O subutun gətirir, bu subutun gətirir, diyaloqda, danışıqda. Gör ki, yox. Allaha inanmaq bir əsası vardı. Subutu vardı. Özdə bir dənə yox. Yüzlər subutu var. Özdə adi adamlar bu subutları tənzim eləməyiblər. Böyük-böyük filosoflar ilahi və Allahın varlığını və təkliğini subut ediblər. Gedir subutların dalınca, görür bu subutlar da möhkəmdir. İnsaflı olsa deyir, mən Allahı qəbul elədim. Amma insafsız olsa, içərisində o fitri təqva olmaya, özünü vura yatmağa. Güya oyaqdır, özünü vura yatmağa. Bu əvvəldən istəmir Allahı qəbul eləsin, axırda da istəmir Allahı qəbul eləsin. Bəsdən soruşmur qulağı eşitsin. Quranda bir əcib bir nüktə var. Deyir, bəzilər Peyğəmbərin yanına gələrdilər, münafiqlərin əlamətlərindən biriydi. Deyir, gəlməzlər desinlər, qulaq assınlar. Gələrdilər fəqət desinlər. Tənqidləri var idi, yoxdur, deyir. Amma tənqidin qarşısında cavaba qulaq asmalısan ya, yox. Sualın var, sualın qarşısında sual verdin, cavaba qulaq asmalısan ya, yox. Cavaba da qulaq asmalısan da. Yox, sən gəlirsən fəqət sual verəsən. Cavabla işin yoxdur. Güya bir dənə böyük bir zat tapısan, o sualdır, o şübhədir, o bir məsələdir sənin zehnində. Caukəllə yücadilük. Quran ayəsi. Deyir, gəlirlər səndən fəqət spor eləsinlər. Qulaq asmaq istəmirlər. Sözlərin deyirlər, amma o Peyğəmbərin sözün qulaq asmaq istəmirlər. Bu fitri təqvası yoxdur. Bu haqq axtarmır. O bir tərəfli yaşamaq istəyir. Öz dediyini yeritmək istəyir. Öz dediyini tərəfin sözün qulaq asmır. Bilmir nə dedi. Bəli. Üstad, üzr istəyirəm, sözünüzü tamamlasanız inşallah. Pəs, bir nüktə budur ki, insan o vaxt hidayət olar ki, təqvası olsun. Bu təqva yəni fitri təqva. Bu hələ sonraki təqva, Allahın həlalından, həramından kontrol edilmək, o dinin çərçivəsində təqvadır. Bu dindən əvvəl təqvadır. Dindən əvvəl təqva nədir? İnsan oyaq ola həyatda və haqqı axtaran və qəbul edən olur. Allah razı olsun ustad, Allah sizi salamat eləsin. Gözəl şəkildə bu mövzunu da həmişə olduğu kimi izah etdiniz. İndi isə icazə verirsiniz inşallah qısa bir fasiləyə ayrılmalıyıq. Bəli, dəyərli izləyicilər, qısa bir fasiləyə ayrılırıq. İnşallah fasilədən sonra yenə də siz əzizlərin xidmətindəyik, bizimlə qalın.
Bir daha salam aleykum, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. İndi isə verilişimizin suallar bölməsinə başlayırıq. İnşallah vaxt çərçivəsində həmişə olduğu kimi dəyərli ustadımız siz əzizlərin suallarını cavablayacaq. Ustad, icazənizlə inşallah hörmətli izləyicilərimizin suallarını diqqətinizə çatdırıq. Bəli, zəhmət olmasa səsli sualımız var, onu dinləyək. Assalamu aleykum və rəhmətullahi və barakatuh. Aleykümselam. Murtəza qardaş, sizi və ustadımızı salamlayıram. Ustadımıza belə bir sualım var. Bir insan var ki, həmin o insanın uzaqdan uzağa bir dənə qohumu var. Həmin bu qohumu vaxtı ilə bu insanın ailəsindən, üzr istəyirəm, ailə üzvlərindən övladına belə deyim, pis baxışımı olub, pis məqsədimi deyim olub, üzr istəyirəm bu sözümə görə. Həmin indi o insan o vaxtdan bəri neçə illər keçib, bu insanın evinə qonaq gələrkən, bu insan o insanı qonaq kimi qəbul etməsə, yəni qovsa hətta, desə ki, səni mən qəbul eləmirəm, o bir söz var, deyirlər ki, qonaq Allahın qonağıdır. Amma belə düşüncəli, belə məqsədli, indi bilmir ha, yenə də gələndə bunun evinə məqsədi pisdir, yaxşıdır, bilmir, amma əvvəl pis məqsədi, pis düşüncə, pis baxışı olub ailəsinə qarşı üzr istəyirəm. Belə insan ümumiyyətlə evindən qonaq kimi qəbul eləməsə, qovsa günahdır, yoxsa yox? Ustadımız bu haqda ətraflı məlumat verərdi. Öncədən Allah razı olsun, Allah verilişinizə, elminizə bərəkət versin. Bəli, Allah razı olsun sualınız üçün. Bəli, ustad. Baxın, lazım deyil həmişə insan birini qonaq kimi qəbul edəndə elə gətirə evinə. İnsan eləyə bilər birindən hörmət eləsin, çöldə hörmət eləsin, restoranda hörmət eləsin. Bəli. Yəni, insan birini evinə gətirməsə mənası hörmətsizlik deyil ona. İlla ki, məsələn, biləsinə, hörmətsizlik qəsdi ilə deyə ki, mən sənə evimə qoymaram. O da ki, eləməyəcəkdir. Mənim təklifim budur ki, bir cür şəxsədən ki, belənki bir hissiyyat görübdür. Hörmətini saxlasın, amma hörmətini çərçivədə saxlasın. Yəni, lüzumu yoxdur, evində qarşılasın. Eləyə bilər, çöldə də biləsinə qarşılasın. Bəli, Allah razı olsun izahınız üçün. Zəhmət olmasa, başqa bir səsli sualımız da var, onu da dinləyək. Allah'ın salamı olsun sizə. Mən dünən bir sual verdim, ona cavab ala bilmədim. Bəzi hədislərimizdə belə gəlir ki, Əhl-i Beyt əsirləri Şamdan geri qaydanda Ərbəin günü olublar Kərbaladan. Bəzi hədislərə görə isə Mədinəyə daxil olublar. Bunların hansı doğrudur? Bəli, Allah razı olsun. Bəli, ustad. Tarixdə bu nəqlilər ikisi də vardı. Və biz elə search eləsələr, axtarış eləsələr, baxarlar, Ərbəyin bəhsi mən özüm araşdırmışam və danışmışam ki, Ərbəyin məsələsində hansı nəzəriyyələr var. Bunlar tarixi nəzəriyyələrdir. Bəzilərin sözü budur ki, 2-ci ildə Ərbəyinə gəlinibdir. Yəni, 1-ci ildə yox. Mədinəyə gəliblər, Mədinədən sonra gəliblər. Bəziləri də yox, sözləri budur ki, elə əvvəl ildə Şamdan qeydəndə gəliblər Kərbəlaya. Hər halda bu 3 dənə nəzəriyyədir, tarixi bir araşdırmadır. Bəli, Allah razı olsun cavabınız üçün. Demək, ustad, başqa bir izləyicimiz də yazır ki, bir xanım bir ildən çoxdur ki, ərindən ayrı yaşayır və əri hər cürə keyf, rahatlıq istirahətini edir, rəsmi dövlət nikahından ayrılmağa razı olur, amma kəbini oxutmağa razı olmur. Deyir, imkan verməyəcəm. Bu halda xanımın hökmü nədir? Xanım əvvələn müraciət eləsin, əgər belənci bir əziyyət çəkirir, məhkəməyə dövlət baxımından boşansın. Əvvəlin etabı vəzifəsi budur. Əgər istəyir, əziyyət çəkməsin və özünün dediyinə görə bu yaşayış biləsinə əziyyətli yaşayışdır. Hər halda zaksıdan ayrılmalıdır. Bu birincisidir. İkincisi ki, şəriətdən ayrılmaq, şəriətin bir sıra qanunları vardır. Bir nəfər eləyənməz şəriətdən su istifadə eləsin. İstər kişi ola, istər xanım ola. Əgər bir kişi nəfəqə verməyəm, bir kişi xanımını idarə eləməyəm, bir kişi öhdəçiliğinə nə vardır?
bu müraciət eləyə bilər və şəriətdə də avtomatik bəzən bunu boşayarlar, qiyabi təlaq deyərlər adına. Bu ayrı bir zaddır. Amma bunun o ölkələrdə ki, zaks ayrıdır, şəriət ayrıdır, əvvəl zaksıdan gərək ayrılar. Sonra da kəbin. Bəli, çox gözəl. Demək, Üstad başqa bir izləyicimiz yazır ki, salam, aleykəssalam. Zəhmət olmasa deyərdiniz, bu formada ki, yazılıb nəzr edin, düzdürmü? Burada sonra gətirir Ayətullah Xameneyi və şəhid rəhbərimizin və Ayətullah Sistaninin nəzərlərini. Xülasə burada yazır ki, nəzr etmək üçün lillahi əleyyə kəza, ya öz dilimizdə Allah üçün mənim boynumadır ifadəsini dildə gətirməlisiniz ki, nəzriniz vacib olsun. Məsələn, deyəsiniz, Allah üçün mənim boynumadır ki, əgər filan işim həll olsa, filan xeyir işi görüm. Yəni, bu cür düzdürmü? Bizlər adətən öz yaşayışımızda ki, nəzr edirik, o şəriət vacib nəzr olmur. Məsələn, deyirik ki, nəzr dedim. Bu nəzr dedimlə nəzr olmaz. Nəzr elədim filan şey olsun. Gərək o nəzrin o oxunuş qaidəsi, oxunu ta öhdəlimə gələ. Ki, mən Allaha, mənim boynumdadır Allaha ki, əgər mən bu işim düzəltsə, belənçi bir iş. Ya sən mütləq nəzridir. Allahın, mənim boynumdadır Allaha ki, mən bu işi görüm. Lüzumu yoxdur mənim bu işim düzələ. Şərtili də eləyə bilər, eləməsin. Amma bu oxunuşu, ərəbisin ya hər dildə tərcüməsi olmalıdır. Bizlər adətən öcür nəzri demirik. Demirəm o günahdır. Amma öhdəmizə bir şəri bir vacibliq yaranmır. Çünki oxunuşu düz demirik deyə. Oxunuşu düz demirik. Bəli, ona görə çox gözəl. Bəli, Üstad, demək başqa bir izləyici də yazır ki, salam aleykum, aleykəssalam. Mənim qızıllarımı ailə quranda anamgil hədiyyə aldı, nişan üzüyümü isə yoldaşım. Və qızıllarım neçə ildir ki, anamgildədir, istifadə etmirəm. Onların xumsu varmı? Əgər hədiyyə alıb, hədiyyə çoxlu müctəhidlərin fətvası budur ki, xumsu yoxdur. İndi baxsın öz kimə təqlid edib bunu. Bəli, hədiyyə elə burada yazır ki, hədiyyədir. Bəli, digər bir izləyici də yazır ki, əgər xumsu varsa, gətirib evdə arada istifadə etsəm, bu elə bayaqki izləyicimiz desin suallardır. Əgər xumsu varsa, gətirib evdə arada istifadə etsəm, yenə xums gəlirmi? Yəni, yalnız bu cümlələr, bəli. Əgər bir nəfər özünə uyğun qızıl alıblar, əsən hədiyyə də özü qızıl alıb, öz pulu ilə. Bəli. Özü işləyirdi, öz zəhmət haqqısı ilə gedib qızıl alıb və özünə də uyğundur. Yəni, belə qızıl almayıb, 2 kilo qızıl ala. Öz şənindən yuxarı olur. Öz şən bəslə, istifadə üçün olmaya, ticarət üçün olub. Yox, özünün istifadəsi üçün alıbdır. Buna heç xumsuz gəlməz, hədiyyə də verməsələr. İstifadə edir də. İstifadə edir, bəli. Bəli. Demək, Üstad, yazırlar ki, biz bilirik, Qurana hətta baxmaq ibadətdir. Bəs elə dualar var ki, artıq əzbər bilirik. Bu halda da həmin duaları daha yaxşıdır kitabdan oxuyaq. Yəni, duaları kitabdan oxuyanda daha çox savabdır. Quranda bir cür hədis vardır ki, insan Quranı üzündən oxuya. Hədislərdə belən ki, mən görməmişəm. İnsan əzbərdən də oxusa olar. Yəni, savab cəhətindən buyurur ki, bəzi dualar var ki, dualarda əzbər bilir. Dua əgər Quranın ayələridir, Quranın ayələri də duası var da. Bəli. O, Quranın müshəfə baxmaq, Qurana baxmağın özündə savabı var. Oxumaqdan əlavə. Amma əgər yox, Quran ayələri deyil, oxusa da eybi yoxdur, müşkül yoxdur. Hər halda insan Quranın ayələrini də əzbərdən oxusa müşkül yoxdur, savabı vardır. Savabı var, bəli, çox gözəl. Demək... Mən bir daha da üstə ərz edeyim. Bəli, buyurun. Biz dini savab qədəri də başa düşməməliyik. Din bir dərəcəsi savabdır. Bir dərəcəsi rüşdür. İnkişaf. İnkişafdır. Bəli. Savab, Quranın üzünə baxıram, Quranı oxuyuram. İnkişaf, Quranın mənasını bilib əməl edirəm. Dərk eləmək. Yəni, insan gərək layə-layə Quranla
ünsiyyət tapa. Aha. Birinci layihəsi Quranın üzünə baxmaqdır. Bəli. İkinci layihəsi Quranın üzünü oxumaqdır. Üçüncü layihəsi Quranı gözəl oxumaqdır. İndi istedadı olar ya bacara bilər. Üçüncü layihəsi Quranın mənası ilə tanış olmaqdır. Dördüncü layihəsi Quranın sirrləri ilə, işarələri ilə tanış olmaqdır və həyatında Quranla yaşamaqdır. Oxuduğunu, dərk elədiyini öz Bəli. həyatında tətbiq eləyə, bu daha gözəl. Bəli, Ustad, Allah razı olsun izah üçün. O olar rüşd, Aha. o olar inkişaf, İnkişaf. Aha. fəlah, bir də savab. İkisi də var dində. Amma dini biz savab qədəri görməyək. Aha. Tək ondan məhdudlaşdırmayaq da, bəli. Bəli. Demək, yazırlar ki, Ustad, çox imkanlı qohumumuz qurbanlıqdan başqa heç bir vacibata əməl eləmir. Amma əl tutandır. Belə insandan hədiyyə, pul almaq olarmı? Əgər bu haram maldan vermir, bəli. Və bir də bizim öhdəliyimizə deyil, vəzifəmizdə bir nəfərin şəxsi gəlirini araşdıraq. Aha. Əgər dili ilə deyir ki, mən bu qumardan aldım, qumarın pulu ilə getdim aldım, Bəli. oğurladım getdim aldım. Əsən bu qoyunu oğurlamışam, o ayrı. Yox, dili ilə demir, o cür sözlər demir, adətən insanda vücud deyil ki. Bəli. Və adətən də hətta ayrı adamlarda bəzən düz iş görəndə riayət edərlər, halal puldan xərcləyərlər. Bəli, bəli. Bəli, o ayrı yolda haram yollarda olsa, düz Allah yolunda bəzi işlər görəndə, məsələn, İmam Hüseyin ehsanı verəndə də gətirib qumar pulundan verməzlər. Bəli. Mümkün də ola, adətən belə deyil. Bəli, bəli. Ona görə bizim öhdəmizə də dəy araşdıraq. Bəli, olar. Bəli, çox gözəl. Demək, Ustad, ayrı bir hörmətli izləyicimiz də yazır ki, vacibata əməl eləməyən şəxsin vəsaiti ilə ərbəyinə getmək olarmı? Elə hamam bəhs burada Bəli, oldu da cavabını verdim. Əgər bu vəsait haram maldan olubdur, yox olmaz. Amma bu vəsait yox haram maldan deyil. Sənə kömək eləyirsən, gedirsən ərbəyinə, bilmirsən də nə maldandır bu. O işqalı yoxdur. Daha ehtiyac yox da gedib araşdırasan ki, Bəli. sən hardan qazandın, nə Bəli. cür. Bəli. Demək, başqa bir izləyici də yazır ki, böyük bizim yanımızda qeybət edəndə nə etməliyik? Bax, onun insan əgər bacarır, eləyə bilər, müdiriyyət eləsin cələsəni. Sözü dəyişsin. Aha. Yəni, indi biri qeybət edir, mümkündür birinin o böyük insana üzbəyiz deyə bilməyə qeybət eləmə. Bəli, bəli. Amma sözü dəyişə bilər, sual verə bilər, ayrı model sözün çərçivəsini ayrı istiqamətə yönəldə bilər bəli. ki, qeybət bəhsindən çıxsın. Aha, çox gözəl. Yəni, üzünə deyə də bilməsə, bəzən olur da, deyəndə narahat olur, incir, yaşlı adamlar. Bu cür eləmək Bəli, olar. bu variantdan elə bir Sözü istifadə dəyişməkdə. Bəli, bəli. Həm də ki, onun qəlbinə də dəyməmiş olar da insan. Bəli, çox gözəl. Demək, Ustad, ayrı bir hörmətli izləyicimiz də yazır ki, salam Ustad. Sualım belə idi ki, biz kənd yerində yaşayırıq və evimizin önündən su arxı keçir. Həmən arxdan qonşular və ya başqa adamlar su aparıb sahələrini suluyur. Mən əvvəl bu sudan götürüb həyəti yuyurdum. Sonra düşündüm ki, həmən insanların haqqına girirmişəm. Yəqin, amma böyük arxdır. Məncə, bilsələr də heç nə deməzlər. Əgər bilirlər, bu axıncı söz mühümdir. Əgər axıyındır ki, bəli, adətən Bilsələr cəmaat eşidəməzlər, bəli. bu su ki, axırı bağlarda, ondan bir dəstəmaz alır, biri məsələn istifadə edir, bir qap yuyur, adətən heç nə deməzlər, razı olarlar bu hissiyə. Bir budur ki, aşkar inkar eləyir su sahibi, deyir, mən razı deyərəm, bir qətrə də buradan götürəsiniz. O ayrı. Adətən o cür deməyən və bu fərzdə ki, cəmaatın içində bu cür adət vardı insanlar bu sudan da, arxıdan istifadə edəndə, heç şimdi su sahibləri də bu cür deməzlər. Burada razılığını kəşf eləmək olar ki, su sahibləri razıdır. Aha. Bu cür, ürfdə nə cürdür o orada? Bəli. Demək, Ustad, yazırlar ki, salam, əleykə salam, həyatımı məhv eləyən insana lənət oxuyuram. O dünyadadır, yəni ölüb gedibdir də. Bilir ki, mən ona lənət göndərirəm, yəni bilir. Bilər, amma bax, onun insan
ürəyi geniş olmalıdır da. Bəzən insan özünə psixoloji mənfi təsir olar. Bir insan ki, mömin idi, ya müsəlman idi, ya hər halda da bizlərin nömrəmiz 20 dəyişir. 0-20 dəyirik. O, bizlər elə orta nömrələrimiz var da. Yəni, məqbul bəzən dəyirik ki. Əgər bunun səhvi bir modeldir ki, sənə şəxsi səhv edibdir. Ürəyin genişdir, bağışla. Ürəyin o qədər də geniş deyil. Allahdan ona bir zad istə ki, məsələn, o dünyada da əzab çəkməsin, çətinlik çəkməsin. Həmişə insan başqasını, məxsusən başqası mömin ola, müsəlman ola, dindar ola, bu forma qarqışlıya özü də psixoloji cəhətdən biraz əziyyət olar. Bəli, bəli, Ustad, gözəl nöqtəyə işarə etdiniz. Həm də, Ustad, insan gərək bunu da düşünə ki, ola bilər, mən də kimsə incidərəm, mən də ölüb gedəndən sonra o şəxs də mənim üçün özürlərini hər halda hədis vardı, erhəm, turhəm. Rəhmili ol, ta sənə də rəhm eləsin. Bəli, həqiqətən gözəl qeyd etdiniz, buyurdunuz. İnşallah Allah bizləri də əfv etsin, rəhm etsin. Demək, Ustad, elə həmən izləyicimizi yazır ki, ikinci sualım da budur ki, bir alimdən eşitmişəm, deyir ki, Quranı ərəbcə oxumayan cəhənnəmə düşür. Doğrudurmu? Azərbaycan dilində oxuyuram ki, başa düşüm. Xeyr, bu cür bizim yoxdur. Quran oxumaq vacib deyil. Quran oxumaq müstəhəbdir. İlla namazda. Namazın o Quran surələri var, Həmd surəsidir. Bir surə, onlar vacibdir, o da namazın içində. Amma ayrı vaxtlar insan ərəbi Quran oxumaq, bəli, insan dinini öyrənmək üçün, bu xatirə ki, Allahın kəlamı ilə tanış olsun, inkişaf eləsin. Həm səvab, həm rüşd baş tutsun, Qurana bizə tövsiyə ediblər, Qurana bizə təkid ediblər. Təkidli tövsiyədir. Amma bu ki, mən Quran oxumayam, Quranın tərcüməsi ilə tanış olam, cəhənnəmə gedəcəm, belənki bir şey yoxumuzdur. Bəli, çox gözəl. Demək, Ustad, ayrı bir izləyici də yazır ki, gömrükdə işləyənlə evlənmək olarmı? Yəni, o sərhədlərdə məzələr. Sırf bu işi biri gömrükdə işləyir. O, nə evlənməğa manedir, nə evlənməğa bir növ təşviqdir. Bax, onun insan hər kimlə istəyir evlənsin, əvvəla o tanımalıdır. Bəli. Ki, aya ondan mədəniyyəti uyğundur, aya ondan əxlaqı uyğundur, xasiyyətləri uyğundur. Biri mümkündür gömrükdə işləyər, biri mümkündür bənnadır, biri mümkündür müəllimdir. Onlar peşələr də hər insan görə bilər. Yəni, məgər bu ki, deyə bir nəfər gömrükdə, məsələn, daha çox rüşvə alır, mən ondan nə cür istəyim. O da hamı öcürdər ki, hamının həyatı belə deyir ki, hökmən biri üçün orada işləyir, hətmən rüşvət alar və həram yolundan qazanar. Bu həmişə öcürdər. Amma Ustad, məsələn, bilsə ki, %100 bu adam işi haramdandır. Bəli, o insan ailə məsələsində əvvəl ailə qurmağını diqqət eləməlidir. Kimlə ailə qurur? Onun diqqət olmasa, sonralar bərpa eləməkdir, çətindir. Bəli, çox gözəl. Bəli, elə bir izləyicimiz elə yazır ki, deyin ki, gömrükdə rüşvət var. Elə, bəli, bizim qeyd etdiyimiz məsələ ki, o ki, məsələn, rüşvət alınlar, onu istəyir. Ərz elədim də, insan bir budur ki, 100% o formadır. Bəli, sabah bu rüşvət uşaqlarına da təsiri vardır. Rüşvət insanın süfrəsinə gəlir, qidasına da təsir var. Hər halda bu ayrı bir bəhsdir. Bəli. Demək, Ustad, ayrı bir izləyici də yazır. Salam, Ustad. Quranın insana təsiri insanın fitrətindən asılıdır ya necə? Yəni, Quran insana nə vaxt müsbət təsir edir? Böyük danışdıq da, o vaxt insan fitri təqvası vardır. Yəni, oyaq yaşayır. İstəyir haqqı qəbul eləsin və istəyir batilə düşməsin. İstəyir əyrılığa
girməsin, istəyir düzlüqlə olsun. Bu istəyir olsa biləsində, bu istəyiri öldürməsə, Quran hidayəti var. Amma bu istəyiri öldürsə özündə. Yəni bu əsən soruşsan nəyə yaşayırsan, deyə də yaşayıram da. Haqq ilə istəyirsən yaşayırsan, deyir yox. Batillə o da mümkündür deyə yox. Mənim xoşuma nə deyər, o cür istəyirəm yaşayam. Bu Qurandan istifadə edilməz. Qurandan o adam istifadə edir ki, istəyir haqq üzərində yaşasın, istəyir paçlıqla, istəyir istəmağı gərək ola. İstək gərək mütləq şəkildə ola. Bəli. Demək üstad, yazılır ki, salam aleykum, aleykəssalam. Quranı oxuyuram, amma necə edim ki, onu tam dəqiqliyi ilə başa düşüb dərk edə bileyim? Hər halda Quranın layə-layədə əvvəl tərcüməsi ilə tanış ol. Bəli. Ondan sonra Quranın təfsirləri tərcümə olub, bunlarla tanış ol. Quran təfsirlər, dillər, dərslərlə tanış ol. Əgər bir yerdəsən ki, orada bir Quran müfəssiri ilə tanış ola biləsən, Quran çinasından, Quran dərsi oxu. Getdikcə araşdır Quranın ayələrini, mənalarını. Quran üzərində çalış, onda getdikcə insan dərinləşər Qurana tanışlıq. Aha, çox gözəl. Demək üstad, Türkiyəli bir izləyicimiz yazır ki, mərhaba, öğretmen, yəni ustad, sorum şu, bir köydə yaşıyoruz və evimizin önündən bir su kanalı geçiyor. Komşularımız və ya digər insanlar bu kanalı su taşımaq və tarlaları sulamaq için kullanıyorlar. Ben de eskiden bu suyu alıp yurdum. Sonra həyəti yurdum. Sonra düşündüm ki, hemen insanların hakkına girmişəm, yəqin. Amma bəli, bu sual elə bir bayaq verildi. İndi də Türkiyəli biz. Bəli, bayaq bu sual verildi. Siz də elə buna cavab verdi ustad. Bəli. Demək üstad, ayrı bir izləyicimiz yazır ki, salam, aleykəssalam, Allah sizdən razı olsun. Bir sualım var. Mən Quranı az oxuyuram. Məsələn, gündə 2 səhifə. Bəzən vaxtım olmur. Ona görə də xətm eləyə bilmirəm. Bu günahdırmı? Yox. Quran insan ardıcıl oxusun, yəni az oxudasa, gündə oxusun. Yəni Qurandan davamlı olsun, amma heç bir günahı yoxdur. Aha, heç bir günah. Bəli. Bəli. Demək, yazırlar ki, salam ustad, Quranla istixarə etmək nə dərəcədə düzgündür? Baxın, Quranla istixarənin mahiyyəti Quran açma deyil. Qurana təvəkkül eləməkdir. Özü də şəhid rəhbərimizin istiftaatında belə bir nüktə var. Buyurur ki, əvvəl insan hadisə ki, qarşısına gəlib istəyir bir iş addım atsın, bir hərəkət edəsin, əvvəl öz əqlinə baxmalıdır. Allah-u Teala insana böyük neymətlərdən biri əqlidir veribdir. İstəyir dükan açsın, istəyir bir alver eləsin, istəyir bir ailə qursun, istəyir bir sahədə çalışsın, istəyir institutda bir sahəni seçsin, bir fakültəni seçsin. Bunlarda qalıb neynəsin? Hər halda əqli vardır. Əqli ilə biraz araşdırmalıdır. Özünün istedadı, özünün vaxtı, yaşı, baxsın, görsün, olar olmaz. İkinci məşvərətdir. Əqlidən sonra məşvərətdir. O sahənin adamları ilə biraz otursun, məşvərət alsın. İstəyir bir mal gətirsin filan şəhərə, o malı satanlar orada var da, baxsın, görsünlər, olar mümkündür deyələr, bizim əlimizdə qalıbdır. Sən də olasan üçüncü bir adam, dördüncü, beşinci adam sənin əlində qalır. Ola heç olmasa geçmiş müştəriləri vardı. Pəs əvvəl əql, sonra məşvərət. İndi insan araşdırdı, məşvərət elədi, yetişib bir sıra nəticələrə, vəli tam ruhu arxeyindəyim. Onda istixarədir. İstixarənin yeri əvvələn məlum olmalıdır. Mahiyyətdə istixarən budur ki, Allah, sən ki sonsuz qüdrətsən, sən ki səbəbkarsan, sən ki şəraitdə insanlara yardımcısan, köməkçisən, sənə təvəkkül edib bu işi görürəm. İstixarə insanın əqlini əvəz eləmir,
istixarə insanın məşvərətini əvəz eləmir. Bəli. Bir də üçüncü gücə insan bağlanır. O da Xaliqin gücünə. Əsl gücə, qüdrətə Bəli. təvəkkül Bu edir. mərhələlərdən sonra. Bəli, çox gözəl. Demək, Üstad, ayrı bir izləyicimiz də yazır, Quranla yaşamaq üçün hansı ibtidai məsələlərə riayət etməliyik? Əvvələn insan Quranla yaşamaq üçün ilk ibtidai məsələ Quranla tanış olmaqdır. Yaşamaq bağlıdır tanışlığa, mərifətə. Bəli. İnsan ibtidai məsələ budur ki, Quranı baxsın, oxusun, məna eləsin, tərcüməsi ilə tanış olsun, izahı ilə. Bu bir məsələdir. İkinci məsələ ardıcıllıqdır. İnsan mümkündür bir zadə buraxa və ortada. Bir-iki gün şovq yaranıb, həvəs yaranıb, sonra aradan, bu Quranla yaşamaq olmaz. Bəli. Bəs Quranı mərifət, istimrar, ardıcıllıq, davamlılıq. Bəli. Üçüncüsü də Quranın da nisbət ədəbli ola. Quranın nisbət ədəbli olsa, bu düşüncəsi bərəkətli olar. Quran dəstəmazlı ola, oxuyanda, Qurana oturmağında riayət ediyə Quranın. Qurana nisbət o ədəblər içi vardır, onlar da riayət ediyə. Məsələn, üzü qibliyə olar. Hər halda bunlar səbəb olan insan Quranla yaşamağa tədricən başlasın. Bəli, bəli, çox gözəl, Üstad. Demək, yazırlar ki, insan necə etsin ki, onun bütün meyarı Quran olsun. Bunu elə bil... Bu bağlıdır Quranla tanış olmağa da. İnsan ki, əvvəl Quranla tanış ola, ta meyarı Quran ola. Yəni, düşüncə baxımından Quranı tanıya, sonra deyə mən bu düşüncələr əsasında ki, Qurandan almışam, istəyirəm yaşayam. Bəs bağlıdır mərifətə. İnsan o vaxt meyarı Quran ola bilər ki, Qurana mərifəti çoxalır. Maariflənə Qurana nisbət. Bəli, yəni mərifət olmasa, hansı Qurana meyar olacaq biləsin? Quran yoxdur ki, ta meyar olsun onun zehnində. Gərək əvvəlcə Quranla tanışlıq olar. Tanışlıq olar, bu maariflənəndən sonra Quran həyatında meyar olar. Bəli, çox gözəl. Salam Ustad. Bəzi yerlərdə, mağazalarda Quran-ı Kərimi satırlar. Quran ki, Allahın kitabıdır, onu satmaq nə dərəcədə düzgündür? Əvvələn, onlar ki, Quranı satırlar, deyirlər hədiyyəsi. Məqsədləri, Quranın özü də kağızıdır, cildidir. Bunlar ki, kağız cild Allahın kəlamı deyir ki, Quranın bir o yazısı var, məzmunu var. Bir o materyal ki, insan çapda, kağızda yazıblar, cildidə yazıblar. Amma ən yaxşısı budur ki, Quranı hədiyyə kimin. Yəni, bu hədiyyə verəm, hədiyyə, sən də qarşısında bir bələm hədiyyə ver. Yəni, məqsəd o olmasın. Adına əvəz edici hədiyyə deyərlər, qarşılıqlı hədiyyə. İnsanda bu vardır. Mən bu sənə hədiyyə verirəm, bu şərtlə sən də o mənə hədiyyə ver. Burada satmırıq bir-birimizə. Adına deyirlər, termincə şəriətdə hebeyi müəvvəzə, qarşılıqlı hədiyyə. Bu hədiyyə də ola bilər satıla. Quranın cildini, kağızı qəsd edib də satmaq olar. Amma yəni sırf Quran olaraq... Axı, heç kim sırf Quran olaraq satmır ki. Bəli. O zehninə o gəlir. Bəli, bəli, çox gözəl. Ustad, artıq da demək olar ki, vaxtımız tamamdır. İstərdik ki, bir dua eləyəsiniz inşallah. Allahdan istəyirəm bizi həmişə Quranla mənus eləsin. Amin. Qurana nisbət marifimizi çoxalsın. Quranın nurundan həyatımızda faydalanmağa